Sevgidə fədakarlıq olduqca sevgi güclənir, artır. Biz qarşı tərəf üçün nə etmişik? Bax, ailədə sual bu olmalıdır. O mənə nə edib yox. Və mən həmişə bu prinsipi yeni evlənən gənclərə deyirəm ki, qadın çalışmalıdır, kişinin qürurunu qorusun, kişi də qadının qəlbini, ürəyini. Yəni, kişi qadının qəlbini sındırmamalıdır, qadın da kişinin qürurunu. Uşaqlar eşitdiyinə yox, gördüyünə əməl edir. Biz onun anasına, övladımızın anasına hörmətsizlik edib, sonra da ona hansısa bir dəyərlərdən danışırıqsa, bu effektiv bir tərbiyə metodu deyil. Hər bir halda fikirləşməliyik ki, qarşı tərəf belə deyək, hörmətə, ehtirama layiqdir. Bütün eyibləri ilə, nöqsanları ilə bərabər. Hətta bizə dinimiz deyir ki, övladları yanında mübahisə belə etməyin. Hansısa mübahisəli məqam varsa çəkilin kənarda, onlar görməsin ki, kişi qadına, ata-anaya, ana-ataya deyir ki, sən haqsızsan, mübahisə edirlər. Bunlar yanlışdır. Ona görə də mən düşünürəm, dözmək, səbr önəmlidir və kişi daha çox səbr etməlidir.